Qarşınızda Yosif Stalinin tankı ZIS-110B dayanıb. Qardaşlar, bu sıradan bir Sovet maşını deyil, konkret ayaq üstə duran bir tarixdir. İkinci Dünya müharibəsindən sonra Sovetlərin Amerikanın Packard'ının bir balaca kopyalanmış versiyasıdır. Yosif Stalinin Amerika istehsalı Packard avtomobillərinə olan sevgisi sir deyildi. Sovet mühəndisləri də ona elə bil ağırlıq qatıblar ki, bu maşın gündəlik işə gücə, bazara getmək üçün yox, ancaq hərbi paradlarda ayaq üstə durub xalqa əl eləmək üçün düzəldilib. İçinə minəndə konkret özünü boss kimi hiss edirsən. Bəs kapotun altında nə yatır deyə soruşsan, qardaşım 6 litrlik 8 silindirli yekə bir ürək. Özü də o qədər səssiz işləyir ki, vaxtilə şoferlər maşının xodlanıb-xodlanmadığını ancaq pirbordakı oxa baxıb bilirdilər. Təsəvvürlə 2.5 tonluq bu nəhəng gəmi saatda 140 km sürətlə gedə bilir. Amma ən böyük dərdi bilsən nədir? 100 km düz 30-35 litr benzin içir. İçmirə konkret sümürür. Dövrü üçün o qədər lüks idi ki, şüşələri belə düymə ilə qalxıb düşürdü. Günümüzə cəmi 40-a yaxın nüsxəsi gəlib çatıb deyə indi auksionlarda milyonlarla dollara satılır. Sonda isə sizə veriləcək maraqlı bir sualım var. Milyon dollar verib auksiondan bu qədim canavarı alarsınız, yoxsa Opla gedib ən lüks müasir maşınlardan kolleksiya yığarsınız? Görək kimlər klassikaya, kimlər isə müasirliyə səs verir. Şərhlərdə öz fikrinizi bildirməyi unutmayın və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.